Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Hər biriniz yaxşısınız inşallah. Mən də yaxşıyam. Burada biz gedirik bu torpaq əlində, bahar ürəyində yarmarkasına. Yarmarka açıldığı günü səhərsi biz getmişdik. Həmən dəqiqə paylaşsaydım bu videonun bir dəyəri olardı. Gecikdirmişəm paylaşmağı, amma ki silməyə əlim gəlmədi. Yol boyu Hüseyin məni bezdirib, videolar çəkir, təzə öyrənib bunu. Hələ bir 10 dənə çəkmişəm bu videodan, silmişəm ki sıxıcı olmasın. Getdik, çatdıq parka. Şükür Allaha ki hava yaxşı idi biz getdiyimiz günü. Çünki Hüseyin baxma böyük uşaqdır, amma Həsəni hələ qorxuram belə soyuqlu havada çıxartmağa. Videolarım bilirəm ki az gəlir, düzənsiz gəlir. Bunu həll edəcəm inşallah. Sadəcə bu aralar Həsən xəstələndi, başım ona qarışdı. Bu bayram videosu var, o məni elə gecikdirdi ki. Mənə baxma. Digər kanal üçün bilirsiniz ki, Novruza aid Milli Sulubda bir video yığırdım. Amma ürəyim istəyən kimi də çıxmadı. Çünki bayırda səs çox idi, evə çatanda çox sakitçilik idi. İkisi bir-birindən ahəng daşımadı. Axır ki, ürəyim istəyən kimi video çıxmadı. Amma o video məni o qədər gecikdirdi ki videolara. Video uğursuz ola bilər, amma başqa bir şeylərdə kim. Burada da üzülmürük, çünki gedəcəyimiz yolda hamısı təcrübəmizdir. Həsənlə bir-iki dəfədir ki, bayıra çıxmışıq. Həsənlə çıxmaqdan qorxuram, amma belə uzaq yola, bulvar kimi yola gəlməyimiz ilk dəfə idi. Həsən özünü çox sağ olsun qəşəng apardı. Hüseyin pambıq istədi, pambığınızı Spiderman alıb. Burada soruşur ki, haram deyil, spirt vurublar. Öyle ağıllı balam, bir şey yok, haram yok. Mən görməmişəm, Hüseyin deyir ki, orada spirt vururdular, mən görürdüm, ana birdən haram olar. Hələ burada 1-2 saniyə kimi çəkmişəm. Yol boyu deyib ki, bəlkə spirt var, bəlkə haram yemişəm, qorxuram. Very good. Sonradan Hüseynə də dedim ki, bunun haram halal olduğunu mən dəqiq bilmirəm. Ola bilər ki, bu haramdır, çünki spirt var, amma dəqiq də bilmirəm ki, orada vurduqları bəlkə su qabıdır, spirt qabına töküblər. Bunu maraqlanmaq lazımdır. Həsən isə burada ilk aşkı ilə tanış oldu. Pambığın qiymətini heç demədim. Pambığın qiyməti 7 manat idi. Lap böyükləri də var idi 3 ədəd. O 3 ədəd olan da var idi 10 manata. Qalan isə balacaları var, bundan biraz balaca. Onlar isə 5 manata idi. Bu kartof isə 4 manata idi. Makarna yemek ister misin? Olacağım beləcə indim ha. Mən bilirəm, nə tanıyıram. Gördüm. Yoldaşıma ayaq üstündə su içə bilmir, görürsünüz də yolun ortasında belə olsa yer tapır, suyunu elə içir oturaraq. Hüseyin dolu toz istədi. Bu dolu tozun qiyməti isə 8 manat idi. Deyim dəhşət demədi ki, əladır. Dedi biraz mayonezi ürəyimi vurdu. Amma belə qalanda dadını bəyəndi. Dedi ki, yaxşı. Shorts videolarda da bu barədə danışmışdım. Düşünürəm ki, qiymətləri münasib etmədilər. Çünki bizdə bir uşaqdır. Bir uşağı yenə idarə etmək olar. Amma bəzi insanlar var ki, onların 2 övladları var, 3 övladları var. Onlar necə gətirəcək bu övladlarını? Hər bir şeyin qiyməti yüksək qiymətdir, 8 manatdır, 7 manatdır. 3 dənə alanda görün ki, hara gedir vurur. Ona görə düşünürəm ki, o ailələrdə nəzərdə tutulmalıdır. 3 uşağı olan ailələrdə nəzərdə tutulmalıdır və qiymətlər biraz aşağı olmalıdır və yaxud da aşağı olan bir şeylər də olmalıdır orada ki, ürəyi istəyən adam onlardan alsın, heç olmaya. Ümumilikdə isə biraz dincəldim. Deyim ki, sizə nə zamanda Həsən dünyaya gələndən mən normal bayıra çıxdığımı çox da xatırlamıram. Çünki düşünürəm ki, uşaq ağlayacaq yolda, uşaq narahat olacaq. Ona görə çox az gedirəm qohumlara da, az çıxıram bayıra. Yəni ki, əvvəlki sosial həyatım demək olar ki, çox azalıb. 1-2 paltar sifariş vermişəm Trendyoldan, onları göstərmək istəyirəm sizə. Bir dənə belə bir dəst almışam. İndi görəcəksiniz, bu dəsti harasa belə qonaq filan getməyə almışam. Həm qiyməti çox uyğun idi. 30 neçə manat almışam, bunu səhv etmirəmsə. Həm çox rahatdır. Bir dənə bunun altından axsaroçka lazımdır. Mənim də axsaroçkanın kənarları belə qırmızıdır. Tam belə ağappaq saroçkam yoxdur. Gərək ki, bir dənə axsaroçka alım. Amma ümumilikdə göstərmək üçün sizə belə göstərdim necə qalır. Ayaqqabı ilə filan bu yaxşı qalacaq. Burada elə də bilinmir. Material da elədir ki, adam bədənini bildirmir deyə çox rahatdır. Şalvar belə genişdir, boşdur. Əlimə götürəndə dedim ki, bu mənə böyük olacaq, amma çox yaxşı oldu. Elə bilirəm ki, bu hamının evində olmalıdır. Deyim ki, alış-verişdə ən sevdiyim şey bu oldu. Bunu axtarırdım, neçə vaxt idi axtarırdım, deyirdim alaram, elə başım qarışıq olurdu, almırdım. Bu hər bir qardırobda olmalıdır. İstəyir hicablı, istəyir hicabsız. Deməli belə bir qısa, qolu qısa olan, özü uzun olan belə bir platyadır. Geyinirsən, bir dənə aldım bundan, qoydun evə, bütün ürəyim nə rəngdə saroçka istəyirsə, nə cür saroçka istəyirsə, bunun üstündən rahatlıqla geyinib çıxmaq olur.
Onun qiyməti də səhv etmirəmsə 18 ya da 19 manat idi, çox uyğun idi. Və elə saroçka demişkən gördüm ki 3 dənəsi endirimdə olan 3 dənə elə eyni saroçkanın 3 rəngidir. Endirimdə olan saroçkalar var. Həm deyirlər rahatdır, həm də qiyməti münasibdir. 3 ədəd də saroçka götürmüşəm. Elə can qurtaran bir parçadır ki, yəni baxın, altdan geyindim, üstündən bir dənə saroçka geyindim. İstəyirsiniz evdə olan qısa saroçkalarınızı dəyərləndirə bilərsiniz. Bu saroçkanı da 3 rəngində göstərmişəm. Düzdür, burada həm ev balacadır deyə yaxşı görsənmir. Tam yaxından çəkilib deyə, həm də ki saroçkalar ütüsüzdür. Amma belə yaxşı görünürdü, həm də ki çox rahat idi. Belə sportivni dəstləri çox almaq istəyirəm, çünki çıxarkən düşünmək istəmirəm ki, nəyə uyğundur. Elə istəyirəm ki, dəst olsun, hazır geyinim çıxım, çünki vaxt azlığı var. Bilirsiniz ki, uşaqla vəbşə çatdırmaq olmur. Deməli, Hüseyin Navaxtdan da axtarıram ki, tutum ki, bunları ayıraq. Çünki onun rəsimləridir, ondan cayda sata bilmirəm. Burada çoxlu rəsimləri var, burada testləri falan var. Hamısını da saxlayıb, görün nə qalınlığındadır. Ona görə indi onları ayırırıq. 5 manat 65 qəpiyə düşüb, çox qəşəng götürürəm bir dənə. Bizdə dayımın yoldaşı xırda şeylərə belə elə çox yaxşı fikir verəndi ki, yəni onun qoyduğu diaqnoza həmişə inanıram. Demişdi ki, hansı ki bu təmizlik salfetlərinin feyri olanı çox yaxşıdır. Bu dolabın üstündə, mətbəx dolabının üstündə olan çirkləri falan çox rahat götürür. Ona görə gördüm endirimdədir, aldım. Bildiyiniz kimi şəkərbura paxlavanı mən əvvəl çərşənbədə, yəni birinci çərşənbədə hazırlamışdım. Ona görə də bizdə heç ikinci çərşənbəyə paxlava şəkərbura qalmamışdı. Ona görə getdim təkrar yenə üçüncü çərşənbədə təkrar yenə də paxlava şəkəri bura elədim 3-cü çərşənbədən sonra. Çünki əvvəldə elədiyim üçün bir də yəqin ki elə eləmərəm. Heç olmayanda 2-ci çərşənbədə və yaxud 3-də eləmək lazımdır ki, ən əsas bu axır çərşənbəyə stolun üstündə bir şey olsun. Hüseyin qaynanmış yumurta filan yeyən deyil. Ona görə başqa üsullar eləyirəm ki, o yesin. Burada tuvaroqun üzərinə 4 ədəd yumurtanı qaynatmışam. 1 ədəd çiy yumurta, biraz pendir, soğan, un əlavə edib qarışdırırsınız. Elə gözəl deyim ki, sizə yumurta kotleti deyim də buna. Qəşəng yumurta kotleti alınır. Həm içərisi görürsünüz də nə qədər vitaminli şeylərdir, həm də ki belə kotlet formasında olduğu üçün uşaqlar rahat yeyir. İkisini Hüseyin yedi, ikisini də mən yedim. Bu arada keçən 5-ci gündən bu yana biz Hüseyinlə ikimiz pəhrizə başlamışıq. İkimiz etdiyimiz üçün çox yaxşı gedir pəhrizimiz. Hardasa 2 kilodan artıq Hüseyin arıqlayıb bir neçə gün ərzində. Elə mən də demək olar ki 2 kiloya yaxın arıqlamışam. Növbəti vloqda bu haqda danışacağam və göstərəcəm ki, nə yeyib içirik. Yi bəyənəcəksən. Bu yi bəyənəcəksən sözü anamın sözüdür. Qardaşımla hər zaman anama deyib elə gülürük. Ona görə bizim ağzımızda qalıb ki, bu ana sözüdür. Anam bu yi bəyənəcəksənin bizə hər versiyasını deyib. Dadına bax, bəyənəcəksən, yi xoşuna gələcək. Ən sonunda da görürdü ki, yemirik, deyirdi ki, dadına bax, bəyənməsən mən yeyəcəm. Burada isə anam gələ gedirik. Ona görə qardaşım uşaqlarına balaca da olsa bir bibi hədiyyəsi düzəltmək istədim. Çünki bayramda uşaqların ürəyi açılır, balaca bir şey də olsa sevinirlər. Gedəndə belə bir şey hazırlayıb aparmışdım ikisinə də. Digər qardaşımın uşağı isə orada yox idi. Ona görə ona heç nə hazırlaya bilmədim. Onsuz da o böyük idi deyə belə hədiyyələr, o artıq uşaqlar böyüyəndən sonra elə bilirəm ki, belə hədiyyələr onlara maraqlı gəlmir. Bu isə qardaşımın uşağıdır. Sağ tərəfdəki, sol tərəfdəki də Həsəndir. Bizim qoca Həsən. Üzünün baxışlarından görürsüz də Həsəni. Neçə dəqiqədir ki, bloklardayıq. Hüseyin papaq atmaq istəyir deyə mən də gəlib dayanmışam bir evlərində. O qədər yine açmayıblar qapısı. Papaq atdıya gəlmişik. Papaq da yadımızdan çıxır. Gətirməmişik də, qapının ağzına qalıb. Ona görə Həsənin beşiyindən bir dənə papaq götürmüşük. Bununla atar. Heç kimdə içərisinə hepsindən qoyulur. Neçədən qapı döymüşük? Bəlkə bir 6-7 var. 4 dənə var. Yox, 4 dənə çoxdur. Hələ ki, heç kim açmayıb. Yoldaşım deyir ki, bu papaq bu ilki büdcələrə uyğun boydadır. Bu salafan nədir? Bu salafan nədir? Papaq atmağa gedirik yenə də. Hüseyin çox yalvarıb tərəfindən. Biraz sınkamızı dolduracaqlar. Əlavə bir salafan götürmüşük. İnşallah. Senin cibindən papaq çıxar. Çox kirli papaq götürmüşəm. Çünki versinlər də qariban olun. Qariban fakir. Həqiqətən adət ənənələrimiz qalmır. Bu şəhərdə gəlmir. Baxım Hüseyin. Bu şəhərdə çox. Bura gəlmişsə Amma hələ də heç kim atmayıb qapını. Qırmızı deyə rəngi. Baxım Hüseyin sənə. Aha, belə bir şey. Bu öz qohumumuza getdi yaxın. Mənə bu aralar ən çox gələn sual odur ki, uşaqla bu qədər işi necə bacarırsan? Göstərim sizə. Uşaq yatızdıran bir şey qoymuşdum mahnı. İçinə bir yerdə izləyirik.